gördüğünüz gibi çok vlog geçirdik Hüseyin yanındaki ve biz bugün o sokları çəkəcəyik. Hansından başlayaq? Böyle en popülerden başlayaq. Bundan Tanıyırsınız bunu. Tərxumdur bu. Sadəcə sponsorluq yoxdur deyə biz etiketləri soyduq. Aç. Aç birinci video sahibi dadım test eləsin. Asıl sık eləsin. Orijinal yan tasti. Dadı şey dadı verir, ot dadı. Onun üzerine neçə? 10 üzerinden böyle izləyirsən. Belə bir çox şirindir. Tərxumun dadı şeydir. Eyni vermək üçün bilirəm ki, izləyicilər də bu dadı 5 verər ya da ki 5.5 verər. Biz mən 5 verirəm, sən? Mən də 5.5 verirəm ya da 6 verirəm. Onda gəl ortaq tapışaq 5.5. Ortaq. Hə, Sən 6 mən 5, 5.5. Məncə izləyicilər də bəziləri dadıb bilir də bunu dadını. İndi isə üzüm dadlıya keçək. Gördüyünüz kimi üzümlüdür. Bundan heç içməmişik. Sən içmisən? Mən yox. Aç bir dənə. Başqa da bir şeydir bu. Çalxalama da. Qazı. Bağla. Onda bunu qoy qırağa keçək o birisilərə. Bu onun qazı şeyləsin. Ayaq bizi oradan uzaqlaşdırdılar. Bizə gəldik çölə. Və sokumuzu açdıq. Ala, mənə çək, mən tadımı test edeyim. Neçə verərsən? Təxmin. Mən çox da içməmişəm amma. Qəribə belə şirin dadı var. O üzüm olur həyətdə yetişir, artıq qalır. Gün vurmuş. Ha. Gün vurmuş üzüm dadı verir bax dadına. Hələ bir ona limonu qarışdırıb. Mən verirəm 10 üzərindən 7. Çox verirsən. Mən Yəni verirəm. pis də içmək olar. Çox şirindir. Adamın ağzına dad saxlayır. Çox şirindir. O həm də limonludur. Ona görə verirəm. Belə baxsaq hani Pepsi aşağı səviyyəsi. Hə. Mən də ona 6 verirəm. 6. Onda gəl 6.5 qoyaq bu puanı. Yaxşı. İzləyicilər də yazarsınız yoruma neçə verirsiniz. Onlara dadına baxın. Və biz bunları tam store'dan əldə etdik. Biz də Adımla deyirik, adını yazarsınız puan verirsiniz. Bu da limonludur. bu da limonlu. limonlu. Al çək mənim. Axırda bəlkə bu üçün qarışdıraq, bu butulkada içək, üçün bir yerə tökərək. Yaxşı. Mən töydüm biləm. Bu çox qəşəngdir. Deyirəm, özü təzə də bu heç. Görməmişəm, içmək yox görməmişəm heç. Dadına bax çox zordur. Bu 10 üzərindən 9-u qəbul eləyər. Sizin nə dadı bir, gözə biləcək. Qəşəng limon dadı verir. Limon suyu var Ha, limon suyuna. dolmaya vurulan limon suyu var. Limon suyuna pəsoğu bir damcı pəsoğu qatdı. Bax, belə dad verir. Ha, Çox zordur. Mən verirəm buna mən 9 verdim. 9 verdim. Mən də 9 verdim. İzləyicilər də adını da demişik. Limonlu, Bu limonludur. bu isə armudlu şesimizdir. Bu limonludur. Bu üzümlü. Üzümlüdür. Tərxum da qalmadı. Tərxumdan hamısını içdik. Amma bunları axırda qarışdıracağıq. Tərxumdan qalmadı. Tərxum da bu deyil, içmişik bu da. Tərxum içmişik. Yağlar seçdiniz. Ha, indi isə bütün sokları, bunun da dadına baxıb sonra sokları birləşdirib onun da dadına baxacağıq. İncə duşes çəkməyə dadına var, bunun dadına baxın. Duşesli. Bunda çox qəşəng dadı var. Pis deyil. 10. Deyirəm axı. Çox qəşəngdir. Armudun belə dadını hiss edirsən. Hələ bax, iyindən bildim çox zordur. Dadına bax armud yeyirsən elə bil.
Ha? Gəndi belə elə tutub kanalında. Mən hamısından qatacağam ona. Mən qatayım yavaş-yavaş. Saxla çox oldu. Ay, yox, taş yerləşəcək. Üzüm bəs. Hamısını tökəcəyik. Gəl. Yəni, sən tökmə. Sidyə oxşadı. Mən tökəcəm bir. Qırmızı Amma duşes elə bilmədiyə şey salır, ağrı kimi bir şey. Hə, Saxla. bura çox qazdır, həm də Tutur çox adamı. şirindir. Tutur adamı. Hə, adamlar Şəkər xəstələri içməsin. Allah haqqı çox Dəli olacaqlar. amma belə səhərlənmək üçün çox dadlıdır, yəni. Çək buranı. Şeysin bütün növləri dadlıdır. Nəysə, burada 2 cür sok əmələ gəldi. Bu üzüm bir də limondur, bu isə qarışıq. Bu qarışıq bunda üzüm var, limon var, armud var. Bunda isə üzümlə limon. Üzümlə limon. Mən də bu dadlı olur. Özü pəmbə rəngli. Fantola içmisən? Qarpızlı saqqız dadı verəcək, iç. Saqqız dadı verir, hə? Qoxsu Çox zordur, 10 verirəm. Ha, saqqız qoxusu verir. Sən nətərdir? Arasında armudla bir dənə limonlu idi ən qəşəng belə. Onları mən ikisini seçirəm. Bu bunda nə ortadan ilə belə. limon nə idi? Limonla özüm. Gəl bundan da biraz töküm sənə. Üzü qalan hamısını özüm çək. Çıxurtar onu. Amma çox bəyəndim ha onu. Düzdür, bunun Buna dadına 10 baxmamışıq. verirəm mən. Bunun dadına baxmamışıq, amma inşallah indi baxacağıq. Sən heç sonra mənə çəkərsən. Bunun dadı necədir? Bu belə baxsaq bütün dad qarışıb və dad gəlmir elə bil. Elə Hə. çək. Və limonla üzüm yerin heç verə bilməz. Mən limon üzümü 10 verirəm. Bu 3 qarışıma limon, armud, üzümə 3 qarışıma şey verirəm. Bu biraz qəribə olur. 2 verirəm bunlara. Limon üzümə 10 verirəm, amma mən bu indi içdiyim bu qarışım bir sən nə dadı verdi? Bax belə nətər deyim? Üstü elə bir yanıq dad verdi. Hə, çox pis. Altına doğru üzü başladı. Hələ bir bura bax. Altında üzüm limonun dadını verdi. Düşesləri hələ bir qoynadımsan. Kompot dadı verdi də, pramon. Amma dibi limonla üzümün dadını verdi. Nəsə, videomuz bu qədər oldu və sağ olun, görüşərik.